Yusuf müəllim, bugün mətbuatın manşetində belə bir xəbər çıxdı ki, Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb və sonra sosial mediada belə bir müzakirə getdi ki, Yusif Eyvazova töhmət verilib. Bu nə dərəcədə Deməli, doğrudur? belə deyim də, mən Bakıda olanda sağ olsun bizim cənab nazir, çox böyük hörmət etdiyim Adil müəllim Kərimli. Doğrudan da siz mən yenə fəxrlə bu Adil müəllimin rəhbərliyi altında işləyirəm. Çünki Adil müəllim, mən həmişə bunu demişəm, birinci gündən çox təmiz adamdır. Çox düzgün mədəniyyətə yanaşması var. Doğrudan da canı yanır. Və inanın mənə ki, hər dəfə mən Bakıda olanda, qastrol səfərindən qaydanda, mən hər həftədə bir neçə dəfə Mədəniyyət Nazirliyinə gedirəm və Adil müəllimlə bizim gündəlik problemlərimizi müzakirə edirəm və mən yenə də təşəkkürümü bildirirəm ki, çünki Adil müəllim heç vaxt həvalə eləmir, birbaşa özü məşğul olur məsələlərlə. Və ona görə mən nazirliyə, bəli, mən getmişəm, dünən də, bugün də getmişəm, keçən dəfə də gəlir, hər dəfə gedirəm. Bu hardan çıxdı? Töhmət şükür Allaha yoxdur, rəsmi bir şeydir. Töhmət olsaydı Mədəniyyət Naziri onu yayardı. Ona görə rəsmi xəbərlərə inanın.